إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولا تقتلوا النفس التي حرم الله إلا بالحق ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إنه كان منصورا. Sadaqallahul aliyyul azim. Allahın salavat salamı olsun Peyğəmbərimiz və onun pak əhl-i beytinə. Salam olsun siz əziz izləyicilərə. Natiq-i Quran verilişində xoş gördük siz əzizləri. Allah bu mübarək işdə hamımıza yardımcı olsun. Allah bizləri daima Quran və əhl-i beyt yolunda sabit qədəmlərdən etsin inşallah. Quran oxu sən, natiq-i Quransan Hüseynim. Bilsin hamı Quranuğa qurbansan Hüseynim. Verilişimizin mövzusu hamımıza məlum olduğu kimi İmam Hüseyin əleyhissalamın Mədinədən Kərbəlaya qədər oxuduğu ayələr İmam Hüseyin əleyhissalamın qiyamının çıxdığı yolun Quranla birbaşa əlaqəsinin olmasını göstərir və dəvət etdiyimiz qonaqlar, tilavət olunan ayələr, o mövzuda olan ayələrdir və qonaqlar həmən ayələri, şərhlərin sizlər üçün bəyan edirlər və İmam Hüseyin əleyhissalamın Kərbəlası ilə nə bağlılıqları var, onu sizlərə bəyan edirlər. İstərdim ilk öncə qonaqlarımızı siz əzizlərə təqdim edim. Bizim tanınmış ruhani əzizimiz Hacı Elnur Xudaverdiyev bizim qonağımızdır. Özü Quran sahəsində uzun müddətlər fəaliyyət göstərmiş ruhani alimdir. İstərdim sizlərlə salamlaşsın və növbəti qonağımızı sizə təqdim edin. Buyurun Hacı, xoş gəlibsiniz. Bismillahirrahmanirrahim. Biz də əziz və dəyərli izləyiciləri həm təsliyyət diləyirik İmam Hüseyin əleyhissalam müsibəti münasibəti ilə, həm də ki sizi bu gözəl fəaliyyətinizdə Allahdan tövfiq və müvəffəqiyyətlər arzulayıram inşallah. Çox sağ olun Hacı, Allah razı olsun, təşəkkür edirəm. Və növbəti qonağımız Quran qarisi, Azərbaycan üzrə keçirilmiş Quran sədası müsabiqəsinin qalibi birinci yeri əldə etmiş Quran qarisi Yusif Hüseynov bizim qonağımızdır. Salamlayıram onu, istərdim siz əzizlərlə salamlaşsın. Çox sağ olun Seyidcan, mən də öz növbəmdə sizi və dəyərli qonağımızı, bu cümlədən əziz izləyicilərimizi salamlayıram və verilişə dəvətə görə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun, Allah razı olsun, təşəkkür edirəm. Salam olsun o susuz ləblərə, axan qanuğa, salam olsun nigaran hal ilə çıxan canuğa, salam olsun yaralı sinədə yatan baluğa, salam olsun qanını qanına qatan baluğa. Əziz izləyicilər, ilk öncə istərdim inşallah verilişimiz Quran tilavəti ilə başlasın. İstərdim Yusif Qari qardaşımız tilavət ilə başlasın. Buyur, hardan tilavət edəcəksinizsə inşallah təqdim edin. İnşallah mübarək Kəhf surəsi 49-cu ayədən inşallah 53-cü ayət qədər səhifə 299. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ووضع الكتاب فترى المجرمين مشفقين
مشفقين مما فيه ويقولون يا ويلتنا ما لهذا الكتاب لا يغادر صغيرة ولا كبيرة ولا كبيرة إلا أحصاها ووجدوا ما عملوا حاضرا ولا يظلم ربك أحدا وإذ قلنا للملائكة اسجدوا لآدم فسجدوا إلا إبليس كان من الجن ففسق عن أمر ربه أفتتخذونه وذريته أولياء من دوني وهم لكم عدو بئس للظالمين بدلا ما أشهدتهم خلق السماوات والأرض ولا خلق أنفسهم وما كنت متخذ المضلين عضدا ويوم يقول نادوا شركائي الذين زعمتم فدعوهم فلم يستجيبوا لهم وجعلنا بينهم موبقا ورأى المجرمون النار فظنوا أنهم واقعوها ولم يجدوا عنها مصرفا صدق الله العلي العظيم. Çox sağ ol Yusufcan, təşəkkür edirəm. Allah ömrü və nəfəs və bərəkət versin. Daima Quran, Əhl-i-Beyt yolunda sabit qədəm olasan inşallah. Salam olsun ürəyində qutarmayan qəmüə,
Salam olsun qəmi dərya, əzalı Zeynəbə. İstərdim bu ayələr ki, tilavət olundu, bu ayələr haqqında əziz ruhanimiz Hacı Elnura bir müraciət eləyək, inşallah bunların şərhi haqqında bir neçə məlumatlar versin. Hacı, bu tilavət olunan ayələr ki var idi, bunların içərisində təbii ki, İmam Hüseyin əleyhissalamın özünün tilavət etdiyi ayələr var idi ki, xüsusi mövzularda, xüsusi mövqeylərdə, xüsusi şəraitlərdə bu ayələrdən İmam Hüseyin əleyhissalam oxumaqla istifadə edib ki, burada bizim bu tilavət olunan ayələrdə hansı ayə məxsusən İmam Hüseyin əleyhissalamın mövzusu olub? Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. Əvvəldə gözəl tilavətinə görə əziz Yusuf qardaşımıza təşəkkür, minnətdarlığımı bildirirəm. İnşallah çox gözəl tilavət elədi. Allah bizi daimən Quran davamçılarından qərar versin inşallah. Esselamu aləl Hüseyin və alə Ali ibn Hüseyin və alə evladil Hüseyin və alə əshabil Hüseyin aleyhisselam. Əzizimiz ki, bu Quranın bir neçə ayələrini tilavət elədi. Bu ayələrin içərisində təbiidir ki, İmam Hüseyin əleyhisselamın o yol çərçivəsində işarə elədiyi ayələrdən var. Ümumiyyətlə, Kəhf surəsi o İmam Hüseyin əleyhisselamın Kərbəlası ilə bağlı olan surələrdən biridir. Yəni, bir neçə məqamda İmam Hüseyin əleyhisselam şəhadətindən əvvəl, şəhadətindən sonra bu Kəhf surəsinə işarə eləyib. Və hətta mübarək yaralı başının Kəhf surəsinin ayələrinin tilavət eləməliyi Allah rəhmət eləsin. Bizim alimlərimizdən rəhmətə gedib Şeyx Məhəmməd, bəlkə siz də tanıyarsınız, Azərbaycanın alimlərindən olub. Bir gün ona sual elədilər ki, dedilər ki, Şeyx, deyirlər ki, İmam Hüseyin əleyhisselamın başı Quran oxuyub. Bu necə də məntiqə uyğundur? Yəni, insanın kəsilmiş başı necə tilavət eləyə bilər, necə Quran oxuya bilər? O Qurandan bir ayə gətirdi ki, Allah Teala qiyamət səhnəsindən buyurur ki, əmr eləyəcək insanın dərilərinə, deyəcək ki, şəhadət verin insanların əməllərindən. Yasin surəsində var, Hacı. Əl-yəvmə nəxtimu alə əfvahihim və tükəllimunə əydihim. Yasin surəsindəki ayrıdır. Əl-yəvmə nəxtimu alə əfvahihim və tükəllimunə əydihim. Onların ağızlarına möhür vurulub deyəcək əllərin. Amma bu ayədə deyir ki, dəriləri danışacaq, şəhadət verəcək. İnsan ona etiraz eləyəcək, deyəcək ki, sizi mən göyərtmişəm də, siz niyə mənə etiraz eləyirsiniz, niyə mənim əleyhimə qalxırsınız? Onlar deyəcək ki, biz danışmırıq, bizi danışdıran kimdir? Uca Allahdır. Uca Allahdır. Uca Allahın əmri ilə biz danışırıq. Demək, uca yaradan əgər istəsə, daşı da danışdırar, ağacı da danışdırar. Necə Musanın ağacını danışdıran Allah idi. Musa ilə danışdıran o səs ki vardı, o səsi çıxardan Allahın gücü idi, qüdrəti idi və bir çox məqamlarda, o cümlədən də İmam Hüseyin əleyhisselamın başının danışmaqlığı, Quranın tilavət eləməliyi, yəni əgər Allah istəyərsə, necə də olmasın. Bu məsələ belə. Amma bu ayələrdə ki, əzizimiz tilavət elədi, mən bir ayə işarə eləmək istəyirəm. Kəhf surəsinin 51-ci ayəsində İmam Hüseyin əleyhisselam bir yolda epizod baş verdi. Übeydullah ibn Hürrücufi adında bir şəxs, bu kim idi? Bu, biraz qəlbində imanlı adam idi. Amma qəlbində biraz dərinliyə gedən adam deyirdi. Yəni, biraz qaranlıq məqamlardan həmişə çalışırdı ki, qaçsın. Yəni, bu imanın zəifliyini görsədir. Görsən, insan namazı yerində, hər gün məsciddə, canın, malın, bəzən malın bu yolda sərf eləyir. Amma elə ki, məqam gəlir ki, insan canın o yolda sərf eləsin, görürsən ki, insan sərf nəzər eləyir. Bu, Übeydullah ibn Hürrücufi belə adamlardan idi. Canın, övladın əsirgən. Elə keçdi İmam Hüseyin gəlir, hiss elədi ki, burada biraz məsələ dərinə gedə bilər. Tez çıxdı ki, birdən əgər döyüşə çağırış olanda mən o döyüşdə iştirak eləməyim. Canımı xətərə atmayım. Və İmam Hüseyin əleyhisselamla bir vasitə yolda qarşılaşdı. İmam Hüseyin əleyhisselam, bəli, Kərbəla yolunda qarşılaşdı və bunun xeyməsinə daxil oldu. Görüşdülər. İmam Hüseyin əleyhisselam ona dedi ki, öz gedəcəyi yolu təqdim elədi. Biz ilahi bir yoldan mən qədəm atmışam. İstəyirəm ki, sən də mənim yanımda olasan.
Yəni İmam Hüseyn əleyhissalam o rəhmət əlini, hidayət əlini ona uzatdı. Mən çox böyük bir məqamda addım atmışam. Şəhadət məqamı. Və bizim sonumuz da beləncə idi. İstəyirəm ki, qiyamətdən sonra o cənnətin o uca məqamında səni də yanımda görəm. Yəni bu işin mənası budur. Təbiidir ki, dünyanın bəzən məhəbbəti mane olur da. Məsələn, Əli əleyhissalamın Kumeyl duasında bir gözəl ibarəsi var. Deyir ki, və xədəətni dünya bi qururiha və nəfsi bi cinayətiha və bi xəyanətiha. Çox gözəl ibarələrdir. Mən izləyicilərdən çox xahiş eləyərəm ki, məsələn, Kumeyl duasını heç olmasa həftədə bir dəfə oxuyub tərcüməsini işarə eləsinlər. Əli əleyhissalam orada Kumeylə bizə lazım olan hər şeyi öyrədir. Necə Allahla danışmaq lazım, necə insanın özünü tanıtdırır. Orada deyir ki, ilahi, dünya məni öz qururu ilə, nəfsim öz cinayətləri ilə məni sənin yolundan uzaqlaşdırdı. Yəni, insan bəzən dünyanın malı... Həzrəti Müslüm əleyhissalamın Küfədə elə məğlub olunmasının səbəbi elə həmən o dünyanın o bərbəzəyi də qızılla insanları allatdılar. Bu Hürr Cofi dedi ki, İmam Hüseyn əleyhissalama dedi, ağa, mənim canım sənə qurban olsun, sənin yoluna qurban olsun, amma məni biraz üzürlü hesab elə. Mənim çox gözəl miniyim var, atım var və çox gözəl silahım var, qılıncım var, qalxanım var. Mən istəyərdim ki, bunları sənə təqdim eləyim, sən bunlardan istifadə eləyərsən. İmam Hüseyn əleyhissalam dedi, yəni bu mənim sözümdür də, bu təbirlə ki, ay bədbəxt. Mənim məqsədim o cür nədir? Sən pulu, varu, dövləti, gücü mənim ixtiyarımda qoyasan. Mənə sənin nə atın lazımdır, nə silahın lazımdır, nə sənə pulun lazımdır. Mənə lazım olan bu idi ki, sən ki Allah yolunun adamı idin, mən istəyirəm haqq olan yolda mənimlə birgin olasan. Mən səni hidayətə çəkirəm. Mənlə birlikdə o böyük bir məqama çatasın. Ümumiyyətlə, imamətin addımları bu yöndədir insanlara qarşı. İmamlarımız hər nə addım atıblar, yalnız onların hədəf və məqsədləri bu olub ki, insanları azğınlıqdan düzgünlüyə, insanlara azğınlıqdan, fisq yolundan hidayətə doğru çəksinlər. Və hər nə, hansı imamsa, İmam Həsən əleyhissalam buna görə sülhə imza atıb, İmam Hüseyn əleyhissalam buna görə qiyama gedib, bəzi imamlarımız buna görə səbr eləyib, hansı imamlarımızsa buna görə təbliğata, İmam Sadiq əleyhissalam, hər bir imamın məqsədi yalnız və yalnız insanları bu hidayətindən görə atdırlar. Onun üçün bütün halal, belə deyək də, şər'i yolları, belə deyək də, yoxlayıblar. Mənim hacı bir məsələ deyim, bir dəfə bir ustad, bir böyük alim vardı, ona sual vermişdilər ki, İmam Hüseyn əleyhissalamın şəxsiyyətinə necə yaraşar da ki, İmam Hüseyn əleyhissalam dursun, geçsin düşmənin qarşısında desin ki, gəlin aparın bu uşağa su verin də, yəni belə. Deyir ki, orada biz imamdır bu, bunu yalnız belə fikirləşə bilər ki, İmam Hüseyn əleyhissalam istəyirdi evladının vasitəsilə o düşmənləri, qəlbləri yumuşalsın və hidayət yoluna gəlsin. Bundan da əlavə biz o yol çərçivəsində ki, siz dediniz, mövzu o yöndəmdədir. O yol çərçivəsində biz baxsıq, İmam Hüseyn əleyhissalam müsəlmanlara da üst tutub. Və müsəlmanlarla birgə eyni halda xristiyan və qeyri-müsəlmanlara da üst tutub. Məsələn, Vəhəbə misal gətirmək olar. Onun xeyməsinə yetdi və o məsələ. Və Vəhəb bu yerdə xristiyan olmağına baxmayaraq özü və ailəsi İmam Hüseyn əleyhissalama qoşuldular. Və qoşulduqlarına görə bu günləri həmən o Vəhəb, həmən onun ailəsi hansı məqamdadır? Bu gün onun qəbri ziyarətgahdır. Demək, kimliyindən, məzhəbindən, əqidəsindən asılı olmayaraq, hər kim ki, bu ilahi, müqəddəs yolda imamı ilə bərabərdirsə, demək Allah ilə bərabərdir. Çünki imam öz həva-i nəfsindən addım atmır. İmamın bütün rəftarı, hərəkəti, dediyi, sözləri, bunlar hamısı ilahi əmirdir və üçün Allahın tərəfindən yer üzərində imam, Allahın elçisidir, nümayəndəsidir bizim hidayətimizdən ötəri. Bizlər də ki, çalışağın hər bir halımızda imamın yanında olaq inşallah. İmam Hüseyn əleyhissalam orada Übeydillah ibn Hürr Cofiyə o ayəni oxuyur. Bəli. Yəni, ayə bu idi ki, Ma əşhədtuhum xalqəs səmavatı vəl ərz və la xalqə ənfusihim.
Demək ki, ayənin təfsirində yazırlar ki, alimlər şeytan və şeytanın davamçıları Allah Taala onlara xitab edir ki, deyir, mən yeri göyü yaradanda mən sizi hazır eləməmişdim ki, yəni bunu bizim dildən, məfhumla götürəndə mən sizdən sorğu-sual eləməmişəm ki, yeri necə yaradım, göyü necə yaradım, sizdən məsləhət almamışam. Və Dalıcan deyir ki, və la xalqa anfusihim, nə də ki, sizin özünüzü yaradanda mən sizdən məsləhət almamışam. Və Dalıcan buyurur ki, zəlalətdə olmuş insanların, azğın olan insanların bu yolda da mənə köməkliyinə ehtiyacım yoxdur. İmam Hüseyin əleyhissalam orada onun, madam sən mənə mənim əlimin üzərinə qoymusan, madam ki, sən mənim yolumdan gəlmirsən, mənim sözümə ləbbeyk demisən, deməli sən azğınlıqdasın. Mənim sənin köməyə də ehtiyacım yoxdur. Azğınlıqda olan insanın da mənə köməyinə mənim ehtiyacım yoxdur. Bu, ümumiyyətlə təkcə o zamana yox, bütün qiyamətə kimi bu ayədən dərs almalı bir ayədir. Quranın ayələrinin, bəli, təbii ki, əhatəsi genişdir. Hacı bir sualda ki, bu ayədən zehnimə gəldi, onu istəyirəm sizə ünvanlayayım ki, İmam Hüseyin əleyhissalamın yolunun bugünün 2 günə qədər davam eləsin, 1400 ildir ki, davam edir. Bunun səbəbi nədir bu günün 2 günə qədər davam edir? Alimlərdən bir hədisə uyğun olaraq bir nəticə çıxarmışdı. İmam Hüseyin əleyhissalamın bu gündə yaşamaqlığının, tarix boyu yaşayıb və bu gün yaşamaqlığını və indən belə də ki, günü-gündən İmam Hüseyin əleyhissalamı yaşamaqlığının səbəbi nədir? Bugün dünyaya baxsa, bugün dünya İmam Hüseyni öz gətirir. Yavaş-yavaş biz baxırıq ki, bütün ölkələrdə get-gedə Hüseynçilik günü-gündən artır. Bu qüvvənin dalında insan faktoru deyil, ilahi bir gücün dayandığını biz görürük. Çünki İmam Hüseyin əleyhissalam üçün varın, dövlətin, hər şeyin, bütün varlığın Allahın yolunda. Allah İmam Hüseyin əleyhissalamı deyir ki, sən ki bütün varlığın mənim yolumda fəda verdin, indi mən qiyamətə kimi səni qəlblərdə və qiyamətdən sonra cənnət zaten sənin ixtiyarındadır. Burada İmam Hüseyin əleyhissalam o alim, böyük alim, səhv eləmirsən, Əllamə Təbatabai 3 dənə səbəb gətirmişdi. İmam Hüseyin əleyhissalamın bu gündə yaşamaqlığının səbəbi. Bu bizə də aid olan bir məsələdir. Çox gözəl bir ibrət almalı bir sözdür. Birinci budur ki, deyir, çünki Allah, Tanrımız, Yaradanımız əbədidir, əbədi bir varlıqdır. Və tarix boyunda biz görmüşük ki, kim ki bu əbədi varlığa qoşulub, olub əbədi. Baxın, bir misal gətirmək istəyirəm. Bizim klassik şairlərimizdən misal gətirsəm, məsələn, desəm ki, klassik şairlərimizin bir neçəsinin adını say, keçmiş. Təbiidir ki, mən inanıram ki, mənim sadaladığım siz deyəcəksiniz Füzuli, Nizami, Seyyid Əzim, Şirvani, Nəsimi və bu adları ki, mən çəkdim, təbiidir ki, izləyicilər də dilinin altında bunları zəmzəm eləyir. Yəni, onlar da bunların zehninə gəldi bu adlar. Niyə bu adlar yaşayır? Axı, bizim minlərlə şairimiz var. Minlərlə şairlər gəliblər, gediblər və günümüzdə də şairlər var. Niyə biz onları tanımırıq? Niyə dövrən zamanı onları tanımır? O adların yaşamağının səbəbi nədir? Çünki Füzuli hər nə yazdı, Allahdan yazdı. Qələmin qoşdu ilahi bir rəngə, ilahi bir rəng qatdı. Və hər bir işdə ki, Allah varsa, məsələn, biz Quranın 1-ci ayəsi yer üzərinə nazil olub nədir? İqra. İkinci kəlməyə fikir verəyim, Bismi Rabbik. Yəni, mənə hər elm lazımdır. Əgər bir elmin yanında Allah olmasa, o elm fayda verməyəcək, yandıracaq. Biz günümüzdə dünyada nə baxırıq? Görürük ki, elm var, amma bir çox elmlər insanların ziyanınadır. Ondan təhlükəli silahlarmı, dərmanlarmı, təhlükəli hər hansı bir vasitələrlə insanlara ziyan verirlər. Amma insanlar da var, öz elmindən, insanların hidayətindən ötəri çalışırlar, vuruşurlar və fayda verirlər. Deməli, o elm faydalı ki, o elmin yanında Allah olsun. Hər bir, bütün kateqoriya bu cür nədir? Hər bir sənət də bu cür nədir? Əgər o sənətin yanında Allah varsa fayda verəcək. Əgər bir həkimin elminin yanında Allah varsa o fayda verəcək. Əgər bir ruhaninin elminin yanında Allah qorxusu varsa o fayda verəcək. İkinci, Quran. Quran əbədidir. Quran əbədi varlıqdır. İlahi möcüzələrdən biri Quranıdır. Peyğəmbər nə dedi? Əl-Qur'anı əfzəl kullə şeyin dunəllah.
Quran hər şeydən üstündür. Dunəllah, Allahdan başqa. İkinci ən üstün varlıq Quran-ı Kərimdir. Və Qur'ana da biz baxırıq ki, necə Allah əbədidir. Qur'an da Allah kəlamı olduğu üçün əbədi bir varlıqdır. Əbədi bir kitabdır. Çünki insanların hidayətindən ötəri yazılmış bir kitabdır. Dünyanın hidayətinin konstitusiya kitabıdır. Və kimlər ki Qur'ana yapışıb, olub onlar da əbədi. Əli əleyhissalamın bu gün baxın, Əli əleyhissalam fövqəladə bir varlıqdır. Bu günlərə tarixin, şəxsiyyətlər hamısı Əli əleyhissalamın həyatını varəqləyiblər. Axırda bu sözü deyiblər. Ha, Əliyyun bəşərun keyfə bəşər. İlahi, bu Əli necə bir varlıqdır? Əli necə bir bəşərdir? Və keyfə bəşər, necə bir varlıqdır? İmam Hüseyin, imamlar hər biri bu cür nədir? Əli əleyhissalam hamısı bir nurdandır, bəli. Kulluhum nurun vahid. Hər biri bu vahid bir nurdan əmələ gəlib. İmam Hüseyin əleyhissalam da necə Əli əleyhissalam natiqi Qur'andır, İmam Hüseyin əleyhissalam da natiqi Qur'andır. Çün natiqi Qur'andır, Qur'an nə qədri yaşayır? Natiqi Qur'an, yəni danışan Qur'an. Bunlar əbədi olacaq, bunlar tarix boyunda yaşayacaq. Ona görə bax, bu günləri Allah müvəffəq eləsin tamamen o insanlar ki, Quran uğrunda sizin də məsələn bir mövzuz Quran üzərində zəhmət çəksiniz, iş görürsünüz. Allah bu yolda zəhmət çəkənləri müvəffəq eləsin. Amin inşallah. Quran böyük bir varlıqdır və bu yolda atılan addımlar da həqiqətən çox müqəddəs bir addımdır. Yəni insan bir anlıq fikirləşsin ki, ən uca bir varlığın üzərində mən qədəm atıram. Hacı, sizin sözünüzdən də bu qənaətə gəlirik ki, İmam Hüseyin əleyhissalamın yolunun daimi yaşaması onun Quranla bağlılığıdır. Bəziləri onu gizlətsələr də, bu gizlətməklə deyir ki, Quranla bağlı olduğuna görə bu əbədi bəli, davam eləyəcək. Bəli, hər kim ki Quranla bağlıdır, həyatın Quran üzərindən qurub və təbiidir ki, Quran yaşadıqca o da yaşayacaq. Necə ki, İmam Hüseyin əleyhissalam yaşayır. Və üçüncü, bunu da deyim, qısa vaxt çərçivəsində, üçüncü İmam Hüseyin əleyhissalamın yaşamaqlığına səbəb hansı əməl bu günləri, hansı əməl daimən yaşayır? Yəni, biz çox əməllər eləyə bilərik. Bizim çox əməl, yaxşı işlər görə bilərik. Amma bizim hansı yaxşı işlərimiz daimən yaşayır? Xalis. Əgər Allah yanında hər bir əməl dəyərli deyil, o əməl dəyərlidir ki, o əməl xalis olsun. Hər namaz dəyərli deyil. Allah Quran-ı Kərimdə buyurur ki, İnnə salata tənha anil fəhşayı vəl münkər. Namazsız namaz olsa, sizi çirkinlikdən, pislikdən uzaqlaşdıracaq. Yəni, namazı ixlasla olsa. Bizim ehsanımız, hərəkətimiz, sözümüz, rəftarımız, əgər həqiqətən Allah üçün olarsa, həmin əməl daimən yaşayacaq. İmam Hüseyin əleyhissalamın da biz baxırıq ki, hər nə addım atıb, qurbanların verdikcə bu sözü deyərdi. İlahi, rizən bi qəzaq. İlahi, Əli Əkbər kimi Novrəsdə cavanın qurban verdi və Dalizm bu söz, İlahi, 1000 dənə Əli Əkbərim ola, sənin yolunda qurban verməyə mən hazıram. Ey kaş 114 ola oğlum mənim Allah, qurban verəm hər surəyə Qur'an əvəzində. Axırda özü mübarək canın tapşıra bu sözü deyir. İlahi, rizən bi qəzaq, İlahi, o yaraların ki, gül kimi açılıb, o qumların, isti qumlar bədəninə dəyir, İmam Hüseyin sızıldayır. Amma üzün tutur Allaha, deyir ki, İlahi, münacat edir. İlahi, mənim bədənimin, mənim bu sızıltılarıma baxma. Bu mənim yaralarımın sızıltısıdır. Amma 1000 dənə sənin yarında bədənimə yaralar olaya, mən canımı sənin yolunda Allah verməyə. rəhmət eləsin. Səlimin burada bəli, oxuduğu bir qəsidə var, yadıma düşdü. Deyir, Cəbrəil əmin gəldi o vaxt dəşdi bəlayə, gördü yıxılıb yarəlidir qanlı minayə, şəhpərlərini ruh iləmin açdı həvaya, qan ilə dolan gözlərin açdı, dedi kimsən? Dedi qurbanın olum Hüseyin, növkərüəm mən. Hüseyni mən dünyada necə qəmlər yemişəm mən. Gəhvarədə bir il sənə lay lay demişəm mən. O şair orada deyir,
İmam Hüseyin ağa dedi, Cəbrəil çəkilsən, durma aşiqlə məşuq arasında. Aşiq odur ki, ləxtələnə qan yarasında. Aşiq odur ki, atəş-i məşuqinə yansın. Bir sinədə 4000 yarə və əlqanə boyansın. Bəh-bəh, nə gözəl səslənür oxlar həvada. Heç nəğməyi Davud ola bilməz bu sədada. Bir zərrə əziyyət eləmir yar əli sinəm. Heç bilməyirəm harda qalıb nazlı səkinəm. İmam Hüseyin əleyhissalam bəli, özünüz bəli gözəl qeyd elədiniz. Hamısını Allah yolunda qurban vermişdi. Allah köməyiniz olsun hacı, gözəl məlumatlara görə. İstərdim ki, bizim üçün bu veriliş üçün bəli, mərsiyəmi, qəsidəmi, nohəmi, nə ərmağan gətirmişsiniz, onu da inşallah təqdim eləyirsiniz. Allah sizə ömrünüzə bərəkət versin. Allah sizə əzz eləsin. Mən özüm məddah deyiləm. Amma İmam Hüseyin yolunda bizim canımız qurban olsun İmam Hüseyin əleyhissalama. İmam Hüseyin əleyhissalama aid olan günlər olduğu üçün istəyərəm İmam Hüseyin əleyhissalam bir salam verək ağıya. Ya Hüseyin nökərivəm, nökərə nemətdir qapun. Aduvun hörməti var, adıma hörmətdir qapun. Anam öyrətdi hara geçsin Hüseynsiz getmə, artırıb şənimi, vallahi şərafətdir qapun. Mali dünya nə qədər olsa olar fori fəna, ehtiyacım yox, elə sərvətə sərvətdir qapun. Tikmişəm göz sənə, mən vardı şəfaətdə gözüm, dərdimə eylə dəva, qiblə-i hacətdir qapun. Selam ola o çuxur yerdə xəstə can ağama. Selam ola o çuxur yerdə xəstə can ağama. Selam ola bədəni oxlara nişan ağama. Selam ola beşigin Cəbrəil tərpədənə. Həsirə bağlanıb cismi dəfn olan ağama. Selam ola Şimrin əlində qalan yaralı başa. O halidə xeymələrə nigaram baxan ağama. Selam ola qətli gəhdə xeymədən oruc gedənə. Selam ola orucun axşam açmayan ağama. Selam ola ağamın qorxuşam balalarına. Gecə o xeymə dalında tikan yolan ağama. Gecə o xeymə dalında tikan yığan ağama. Selam ola o yol üstündə əyləşən balıya. Xiyamut el arasında ağlayan ağama. Selam ola o ələ sariban əlində qalıb. Bir ömrü duz çörəgin sariban danan ağama. Selam o əllərə ki əkbərin telin daradın. Ərəbi kakili qanə batan cavan ağama. Selam ola
Selam ola ala gözlü uca alemdarın. Uşaqlara özel ile su paylayan ağamın. Selam-ı süb açılınca rübabı ağladana. Balık kimi susuzdan çırpınan ağama. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Allah'ım. Çox sağ olun hacı. Allah ömrünüzə bərəkət versin, nəfəsinizə bərəkət versin. Minnətdarıq. Çox gözəl söhbət, gözəl. Bəli. Rozə, salamlar. Çox sağ olun. Salam olsun ürəyin tir qəm bölən ağama. Salam olsun ürəyin tir qəm bölən ağama. Salam olsun su yanında susuz ölən ağama. Əziz izləyicilərimiz, bununla da verilişimizin sonuna gəldik. Ümidvarıq ki, sizlərin xidmətinizdə layiqincə dura bildik. Allahdan istəyirik. Allah gözlərimizi Allah qorxusu üçün Əhl-i-Beyt matəmində ağlatsın. Allah gözlərimizi qiyamət günü ağlatmasın. Allah bizləri Əhl-i-Beytin matəmində savab və feyz aparanlardan qərar versin. Sağ olun, gələn görüşlərə dək Allah amanında. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. Hüseyin